Sevdiğin fen hansıdır? Riyaziyyat. İnanmadın? Əslində riyaziyyatın sevgi ilə çox əlaqəsi var, bilirsən? Bax, paralel xəttlər həmişə bir-birlərini görürlər, amma heç vaxt toxuna bilmirlər. Tangens əyriləri sadəcə bir dəfə bir araya gəlib, toxunub, sonra sonsuza qədər ayrılırlar. Asimptot xəttlər getdikcə bir-birlərinə yaxınlaşır, amma heç vaxt qovuşmurlar. Boş çoxluqların içində əslində çox şey ola bilərdi. Amma onlar həmişə kiminsə, nəyinsə alt çoxluğu olmağını seçdilər. Rasional ədədlər həmişə yanınızdadır. Amma heç kim onları tam anlaya bilmir. Sən bunları da bilirsən. Çünki mən riyaziyyat müəlliminin oğluyum. Nə? Arif müəllim mənim atamdır. Əslində heç kimə demirdim, amma sənə deyə bilərəm. Yaxşı, gedək gec-gecəsən.